Bugün hansı gün olduğunu bilirsiniz? Respublika günü. Azərbaycan Xalq Cümhuriyyəti neçənci ildə yaradılıb? 1918-ci 28 may. Azərbaycan Xalq Cümhuriyyəti neçənci ildə yaradılıb? 1918-ci ildə 28 mayda. Sizcə neçənci ildə Respublika günü dövlət bayramı kimi qeyd edilməyə başlayıb? 1990-cı ildə. Respublika günü ilə bağlı bizə nə deyə bilərsiniz? Biz çok mutluyuz sizin bağımsızlığınızı kazanmanıza. 18 yıl önce bugün siz özgürlüğünüzü ilan ettiniz. Çok mutluyuz. Biz de onun için geldik. Türkiye, Azerbaycan müsabakası için bu mutlu gününüzde sizin burada olmak istedik ve davet üzerine buraya geldik. Teşekkürler. Azərbaycan Cümhuriyyətinin ilk paytaxtı hansı şəhər olub? Gəncə şəhəri olub. Azərbaycanın müvəqqəti hökumətinin ilk başçısı kim olub? Fətəli xan Xoyski. Sağ ol. Azərbaycan Cümhuriyyəti neçə ay davam edir? 23 ay. Azərbaycan Cümhuriyyətinin ilk paytaxtı hansı şəhər olub? Gəncə. Hadi gel. Azərbaycan Cümhuriyyəti neçə ay davam edir? 23 ay. Azərbaycan Xalq Cümhuriyyətinin əsası kim tərəfindən qurulub? Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan Xalq Cümhuriyyəti neçənci ildə yaradılıb? 1918-ci il mayın 28-də. Azərbaycan Cümhuriyyəti neçə ay davam edir? 23 ay. Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət hansı olmuşdur? Osmanlı. Azərbaycan Xalq Cümhuriyyəti neçənci ildə yaradılıb? 1918-ci ildə. Sizcə neçənci ildə Respublika günü dövlət bayramı kimi qeyd edilməyə başlayıb? 1990-cı ildə. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı kim olub? Fətəli xan Xoyski. Salam xanım. Azərbaycan Xalq Cümhuriyyəti neçənci ildə yaradılıb? 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə tərəfindən. Azərbaycan Cümhuriyyəti neçə ay davam edir? 23 ay. Azərbaycanın müvəqqəti hökumətinin ilk başçısı kim olub? Fətəli xan Xoyski. Azərbaycan Xalq Cümhuriyyəti neçənci ildə yaradılıb? 1918-ci ildə. Azərbaycan Xalq Cümhuriyyətinin əsası kim tərəfindən qoyulub? Məhəmməd Əmin Rəsulzadə bunu bütün Azərbaycanlılar bilir.